Nasistdir. İranın bir aktyoru var, çıxdı televiziya radyosunda. Üzr eşşək səsi çıxardır, anqırır, deyir. Türklər bilirsiniz nə tər səs çıxardır. Türklər danışanda necə danışır, çığıranda necə çığırır, bax belə çığırır. Türkləri aşağılayır və orada da gülürlər. Və sənin ölkəndə 20-25 milyon, 30 milyon, hələ azından deyək də, o qədər bir irq yaşayır. Və sabah sən fikirləşmirsən ki, söz birliyi olmayanda ölkədə parçalanma olur. Sən ölkədə irqi üstünlüyü qabağa çəkmisən və sonra da bugün deyirsən ki, birlik yoxdur. O bir güclə idarə bir yerə qədərdir. Milli birlik olmayanda, xalqın sözü, millətin sözü bir yerdə olmayanda, sən axıra kimi tab gətirə bilmərsən, qala bilmərsən. Sən irq üstünlüyü elədin öz ölkəndə, bəli, bunu da İran siyasətində səhv elədilər. Bunu yaratdılar, birliyi yaratmadılar, irqi üstünlük yolunu seçdilər. Ona görə də İran vaxtında buraxdığı səhvlərin cəzasını çəkir. Sənə 90 milyonun sözü bir yerdə olsa, sənə nə raket, nə atom, sənə heç kim heç nə eləyə bilməz. Daxili parçalanma şəraitini özün yaratdığına görə İran, özün buraxdığın bu səhvlərə görə hər şeyi din üstündən baxdın, imamları hansısa bir irqlə əlaqələndirdin, özləri yaxşı bilirlər. Ona görə də bunun cəzasını İran bugün çəkir. İrana heç kim heç nə eləməyib.